Sizə aydındır, uşaqlar. Oyunumuza başlayırıq. Sədəqə. Qız qalasının hündürlüyü neçə metrdir? Bu doğru cavabdır. Mələk. Azərbaycan paytaxtı hansı şəhərdir? Bakı şəhəri. Doğrudur. Zəhra. Rusiyanın paytaxtı hansı şəhərdir? Moskva. Bu doğru cavabdır. Hərəkət bildirən sözlər necə adlanır? Sifət. Hərəkət bildirən sözlər necə adlanır? Feil. Feil. Bu doğru cavabdır. Uğur. Əlamət bildirən sözlər necə adlanır? Feil. Əlamət bildirən sözlər necə adlanır? 10 dəqiqəm, 10 saniyəm var. 10 saniyə. Sifət. Bu doğru cavabdır. Al bildirən sözlər necə adlanır? Doğrudur. İsmi hansı sualları var? Kim nə ara? Bu doğru cavabdır. Feilin neçə zamanı var? 3 zamanı. Hansılardır? Geçmişindeki gələcək. Doğrudur. Yatdı feili hansı zamandadır? Keçmiş. Geçmiş. Yaşayır hansı zamandadır? İndiki. İndiki. Ir, ur şəkilçiləri feilin hansı zamanının şəkilçiləridir? İndiki. Doğrudur. D, di, du, dü feilin hansı zamanının şəkilçiləridir? Keçmiş. Bu doğrudur. Qapalı sahitlər hansıdır? I, I, U, U. Doğrudur. Qalın sahitlər hansıdır? A, I, O, U. Çox gözəl. Dodaqlanan sahitlər hansıdır? O, Ö, U, Ü. Doğrudur. Pələng sözü kar samitlə başlayır, yoxsa cingiltiri samitlə? Pələng. Kar. Doğrudur. Azərbaycan sözündə neçə heca var? 4. Azərbaycan. Bu doğru cavabdır. Dünyanın ən uzun çayı hansı çaydır? Niz. Bu doğru cavabdır. Azərbaycanın ən uzun çayı hansıdır? Bu doğrudur. Kür çayının uzunluğu neçə metrdir? 1515. Bu doğrudur. Azərbaycanın ikinci böyük çayı hansı çaydır? Aras. Bu doğrudur. Araz çayının uzunluğu nə qədərdir? Araz çayının uzunluğu 1072 kilometr. 3 səhv olanda çıxarsınız. 1072. Aha. Biz kürə nə dedik? 1515 metr dedik. Metr yox, kilometr. Kür çayı hardan başlayır? Türkçədə. Doğrudur. Türkiyənin Qızılgədik dağından başlayır. Heca nəyə deyilir? Sözün asanlıqla bölünən hissəsini. Hecanı hansı səslər yaradır? Sayı səslər. Səslə hərfin fərqi nədir? Səsi, hərfi yazırıq və görürük, səsi eşidirik və deyirik. Neçə sait səsimiz var? 9. Bəs neçə samit səsimiz var? 23. 23 hərfimiz, səsimiz? 25. 25. Təşəkkür edirəm hər birinizə uşaqlar. Bəndiniz qırılmadı.